burada durma, gəl. Bax, görürsən bu binanı. Masazırda, Sentralnidə, mərkəzdə, sağ, sol, əsas yolda bir dənə möhtəşəm bir ev çıxır, qardaş. Möhtəşəm. 2 otaq, 52 kvadratda bir şey ki, gecə ilə 5000 endirim eləyib. 5000 endirim. Gedə evimizlə tanış olaq, çox möhtəşəmdir. Kərbalay, gəl. Elə dediyim ev budur. Təsəvvür edin ki, 5000 manat hal-hazırda bu evə endirim olunub. Evin tam təmirli. Bir dənə zəhmət olmasa buranı belə göstərim. Bax, geniş. Bir dənə normalni koridor. Bax, belə ürəyin istəyən. Gəl indi keçək otaqlarla, quxna və hamam sanuzel ilə tanış olaq. Buyur, bu bizim birinci otağımızdır. Tam belə gözəl, geniş, ürəyin istəyən. Gəl Kərbəla. Bu bizim quxnamızdır. Özə baxın, əziz analar, bacılar, əsl, yəni sizlər üçün səliqəli, ürəyin istəyən. Bu da bizim növbəti belə bir zalımızdır, geniş. Çox səliqəlidir, çox ürək istəyəndir. Yenə bir də hamam sanuzeldə sizə Kərbalay, bir də hamam sanuzeldə göstərdim. Bax Kərbalay, havalandırma sistemi, duşavoyu, hər bir şey, yəni yerli-yerində aksesuarları. İndi keçək əsas məsələyə və əsas məsələyə keçməmişdən qabaq bir də nəyi demək istəyirəm sizə. İstəyən olarsa əgər, istəyən olarsa, bu ara var ha, bu aranı götür, bu aranı götür buradan. Götür, quxnanı birləşdir otağı elə, geniş bir dənə otaq. Və orada bizim balkonumuz da var. İstəyən olsa, bir dənə belə, indi tam balkonu göstərməyəcəm. İstəyən olsa əgər, bu belə də. Buranı da cam balkon elə, keçid ora. İndi keçək əsas məsələyə. Kərbalay, evimizi sizə göstərdi. 52 kvadratda, masazırda, düz sentralni yolun mərkəzində, yolun qırağındadır. Yəni, əllə göstəriləcək, indi videonun əvvəlində də gördüyünüz kimi. Evimiz 52 kvadratda, möhtəşəm, geniş bir binada, möhtəşəm ürəyinə istəyən bir evdir. Qiyməti yenə də deyirəm, 5000 manat endirim olunub. Yəni ki, 72.000 manata, 72.500 manata bizə yazdırılmışdı. Sadəcə olaraq evin yasasına vurdu ki, qardaş, real alıcı varsa bu dəqiqə gəlsin, versin. Nə qədər versin? 67.500 manat. Versin, gecə ilə yerində verirəm evi. Allah alana da, satana da xeyir eləsin.